alacağım. Görmüşdüyüm. Görməmiş. Tut, çal tut. Ay Allah. Anamı diyeceğim. Sökülmüş çalır, sökülmüş. Ben de yanındayım. Bilir ki ağzını cıraram. Ona göre de bir şey demir. Ziyanın şəbiyi bakı ayağına olmuş. Burada da evlənənə bəri çox sürətli yeməyə başlamışam. Qızlar, salam. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Deməli 5-ci gündür, çox yorğunam, amma 5-ci gündə adam istəyir ki, bir çox işini görsün, sonraya saxlamasın, çünki 2 gün bizə nemət kimidir. Bu gün dostlarımızın yanına gedirik, Fərdiqlə gedirik. Orada unpacking videomu da çəkəcəm, çünki Qədir Amerikadan gələn bağlamalarımı götürüb Dynamax-dan. Neysə, məncə düşək yola. Artıq Fərdiqildəyəm, Qədir də gəlib. Bəli, bu günlər qətliyam. Deməli, bir neçə sifarişimiz var. O sifarişləri sizinlə birlikdə, biz Fərdə ilə birlikdə istədik açaq. Hə. Hə, Fərdə ilə istədik birlikdə açaq. Fərdə hansını istəsən Arkadan da birinci açaq? gəliyəm çəkə-çəkə. Fərdə birinci hansını istəsən? Hə? Açaq. Bunu açaq. Birinci böyle açaq. Hə, böyümüz bayağı. Əslində bilirəm bunda nə var. Yaxşı da mən bilmirəm. Yox, sən onda. Gözümü çıxardım. Beni kesersen ama istiyorum ama. Yox, çaşmıram. Ondan var. Ama biraz şərpət. Burada da şey bir mən eləyim istəyirsən sən əlini kazansan. Altında da kızım niye eləmədin ki? Ay, kandı. Bıçağı koyaq. Oh my gosh. Ne buydu? Bir de çok paketliydi. Hə. Ne buydu bu gör? Bir şey görmüşsün. Yaş yaş. Hə. Her şey gitmiş canlı. Deməli, 2 dənə burada duxu seti var. Bu duxu setinə nə aiddir? Ne ayıp. Miss Fərdə xanım. Hə. Gördüyünüz kimi belə bir bədən losyonu, yəni eyni duxunun bədən losyonudur. 100 ml versiyasıdır və 10 ml versiyasıdır belə. Qoxusunu hələ də bilmirəm. Fərdə aç baxaq görək nətər. Nətər? Mən bilən belə gül tonlarında olmalıdır ya da ki İçine de mesela nasıl çıkmıyor bu? hə, elə bu çıxar. Şey oxşuyur, yəni Lancôme'un Idol qutusuna. Nəsə tanış gəlir. Heyvan qoxusu oxşuyur. Heyvan ne var ki? Heyvan. Ha heyvan. Hə. Və açıla-açıla da Daha geç olur. qəşəngdir, xoşum gəlir. Yasəmənə də biraz andırır qoxusu. Hə. Biz bəyəndik, əsasən nə qoxularıdır? Şey, Yaz Gül. kokular. hə, yaz qoxulardır. Nanette de Lepore Enchanted Flora adlanır. Nanette Lepore. Bu da adlanır, hə, Catherine de Melandrio Mystery Gift Set. 100 ml bunda da duxu var. Sonra 20 ml balaca boy duxudur. Bir də 200 ml bədən losyonudur. Məncə bu daha şeydir. Yəni buna baxaq, görək bu necədir. Bu da deyəsən gül qoxularıdır. Kutu koyup var. Məncə qoymayıblar, bax. Ha aynı şeydi de yani aynı şey diyende kutu tipi aynı. Hə. Bu ne teşekkür ederim. Çox qəşəng görünür. Ne yazıl? Oriflemin qoxusu gəlir o jurnallarının. Demək, gördüyünüz kimi bu duxusudur, böyük boyda olan, bu balacadır. Bu da bədən losyonu. Yok bu farklı değil. Net farklı değil. Ay qız, bu duxunu mən xatırlayıram. Məşhur markalardır əslində. Lüks Azərbaycanda bilinməsə də, hə, Azərbaycanda bilinməsə də Catherine Melandrino, bir də ki Lanet Lepore-dir nədir? Nanet Lepore. Onlar çox məşhur ətir markalarından biridir. Film çox qəşəngdir. İkisi de çok ferahdır. Hə. Yani bence mövsümün
Tam Tam mövsümündür. mövsümü. Hə, belə ya qışlıq məhsul deyil. Tam belə yaz və yaylıqdır. Əsas da yazlıqdır. Belə boğmayacaq. Ətrafdan keçəndə ay da bu nə qəşəngdir belə. Toxunuzu hardan Hə, almısınız? Sağ o bilirsiniz necə? Yazda bir dənə qəşəng bir ağacın yanından keçirsən, ya akasiya ağacları deyirlər, nə deyirlər, belə çox qəşəng güllərin qoxusu gəlir. Sən bəyəndin? Mən çox bəyəndim. Çox qəşəngdir. Mən allergiyama görə ancaq vegan Mən falan bunu bəyəndim. istifadə edirəm. Amma məncə o birisi çox daha Hə, bu da çox əlverişlidir. yaxşıdır. Həqiqətən çox yaxşıdır, amma o biri Anacan. açıq. Sənə verməm çünki səndən qorxuram miscava. Mənimkidir bu. Mənimkidir. Ay, Göstər, göstər. uşaqlar baxın sonunda gəldi dostlar. Deməli, Dostlar. yadınızdadır videoda, make-up videosunda çox bəyənmişdi. Dedim, Hə. bir də bunun mini boy. Onsuz da əvvəlcədən mini boyunu istəyirdi. Dedim, belə mini boy olsaydı baxardım. Hə. Gəlin buna baxaq. Bu çox möhtəşəm bir məhsuldur. Bu da İhsanlarandır. Bilirsiniz İhsanlaran eşqimi. Bu setdən bax bunlar çıxacaq. Bir dənə İhsanlaran ləşq maskara, böyük boy və bir dənə də böyük boy. İhsanlaran ən çox satılan, ən çox sevilən 244 ya da 244 Nude Lavalier Love Shine. Birinci gəlin buna baxaq. Zil çıxdı hə. Bu çıxır içindən. Bu ən məşhur bildiyiniz kimi maskaralardan biridir. Mən özümdə istifadə edirəm. Yəni çox nadir maskara bəyənirəm çünki altı tüklər falan filan. Bu çox tökülmür yəni. Çox nadir hallarda. Həm də mənim kirpiklərim məsələn çox aşağıdır və düzdür. Yəni çox qəşəng dururdu. Həm də belə təbii durur belə. Şey olmur. Fərdəyə heç nə bəyəndirmək olmur. Bunu bəyənibsə Yəni mən deməli makiyaj həqiqətən var. malzəməsi falan çox nadir hallarda istifadə edirəm və yəni çox nadir hallarda da makiyaj malzəməsi bəyənirəm, amma bu tuşu həqiqətən çox bəyəndim və tövsiyə edirəm. 4 nömrə Nude Lavalier çıxır. Burada metaldır bunun qablaşması. Çox qəşəng görünmüş. Aça bilərik. Açdım. Qəşəng rəng. Çox qəşəngdir. O da qəşəngdir. Bu məndə var. Budur. Görmüşdüyümün Görməmişdim. Çal tut. Ay Allah. Mənə deyəcəm. Sokuymuş çalmayı sokuyor. Neyse, Too Faced'in Aha. belə bir ənlik paletidir. 50 paletdə. 50 highlighter belə deyim. Ənlik highlighter paleti. Mən də hamısını Cəlalədən öyrənmişəm. Əslində heç nə bilmirəm. Ənliklər 3 ədəd ənlikdir. Bir ədəd highlighterdır. Highlighterda monoxromdur. Bundan keçən unpackingimizdə açmışdıq, səhv eləmirəmsə, hə? Baxırsan ona. Baxmışam amma o qədər unpacking elirsən ki, Burada da bir dənə krem olan ənlik var. Birinci mən normalda bunu istifadə eləyəcəmsə, bundan istifadə edirəm. Sonra bunun üzərinə istifadə edirəm. Bunun qapağı var ki, toz falan bulaşmasın, kirlənməsin. krem olduğu üçün yapışmasın. Hə, çox qəşəngdir. Həqiqətən mən bunu bəyənirəm. Bir ilk əvvəllər dedim ki, bronzer yoxdur, nəyə lazımdır, amma güzgüsü, qablaşması, qoxusu, nə bilim highlighteri tək başına. çox qəşəngdir. Yəni hətta burada belə bir rəng var. Buna bej deyirlər də, türklər bej ənlik deyirlər. Yəni bunu şey niyyətinə də istifadə etmiyorlar, bronzer niyyətinə. Çox belə ağ dərilisinizsə bronzer niyyətinə də gedir. Hə. Fırçası da bu boydadır baxın. Yəni balaca ölçüsü balaca olsa da fırçası da. Öz boyladı ilə. Sizin əsl toyunuz şəhərdə olanı düşünürəm ki. Nicah partimiz. Hə. Hə, o Mən ilk dəfə Fəridəni orada görmüşdüm, yoxsa yox? yox, görüşmüşdük. Mən artıq görüşmüşdük zaten bir dəfə şey neftçilərdə butaydı, nə idi? Hə, buta. Hə, ora İkinci dəfə getmişdik. getmişdik. Reklam elədik. Hə, Mən mən sonra orada getmişdik. görüşmüşdük. Mən ondan biz onda nişanlı değildik Qədirlə. Aa, Yox, nişanlı idi zax. yox deyildik, sözlü idi. Allah qeybətdən qeybətə nətər atlayırıq şu an hardan. Deməli, bunların nigahına getmiş, amma toy kimi keçirdilər də. Belə bütün dostlarını dəvət eləyiblər, Ancaq yaxın gənclər. rəfiqə, dostlar falan. Make-up'ım pis deyil. Yox. Hə. Deməli oturmuşuq Qədirlə mən yan-yanayıq. Yəni biz artıq söz şeydir də, yəni nişanlanacağıq yaxın zamanlarda bir 10 günə, 20 günə falan belə. Yəni belə bir bu arada şeydir. üzüyü də Qədir artıq mənə evlənmə təklifi eləyib Qədir və mən də oturmuşuq. Üzüyü də var barmağımda bu arada. Qədirdə yoxdur, okey. Amma biz yan-yanayıq Qədirin də, yəni Qədir yeməyi tökür mənə, yeməyi belə şirin-şirin danışır. Bir də gördüm ki,
bir dənə xanım, təsəvvür edin ki, mənim önümdəki xanım Qədirə mənim buramda oturur. Qədirə baxır. Və necə baxır? Yəni baxın. Baxın. Belə. Yaxşı, mən Mənim Qədirəm okey, səndə. Qədir də yəni belə Nə şeydir də. deyək onun adına? Bildiyim kimi deyirsən, adı olsun Şəlalə, Yox, Pakizə. Pakizə. Yaxşı. Mən Qədirəm səndə Pakizə. Hə, Pakizə bax belə baxır, belə baxır, baxır. O tərəfə gözünü çevirir, təzədən baxır. Qədir də bilir ha bu baxışlar üstündədir. Mən də yanındayam. Bilir ki, ağzını cıraram. Ona görə də bir şey demir. Belə durub qız çevrilir o tərəfə, bu tərəfə. Sonra Qədir dedi ki, "Nəsə tanış gəlir sizə mənə." Qədirə dedi. Mən gözümü qaldırdım belə. Hə, nəsə tanış gəlir. Qədir dedi, "Yəqin olar, hə, filan dostlarımsa, belə şeylədi." Belə sonra sakitləşdi. Qədir də bilirəm də gözlərini qaçırdanda necə olur da belə. Bu arada mənim ərim olaraq demirəm həyat yoldaşım, amma həqiqətən yaraşıqlı bir Monqolistan bir vibe var və hə, Asiyalılar oxşur. hə, Asiyalar oxşur və Qədirdə Toyazada gedəndə çox belə şey olur da, Karizmatik çox olur. karizmatik görsənir həqiqətən. Hə, belə ağ da uşaqdır, bu şey saqqal falan çox qəşəng görsənir. Ona görə də bilib əsəbləşdirdi qız məni. O gün bütün günü Qədirə əsəbi oldum gecə evə gedənə qədər. Qıza bir-iki dəfə belə baxdım. Qız yəni o toyda biz çıxana qədər şeyə baxdı, Qədirə baxdı. O qız da biraz uzun müddətli təkdir. Artıq bir ilişki istəyir. Bəlkə Görmürsən mənim barmağımda üzüyü var. Mən bu arada o üzüyü yəni belə sevmirəm, ha taxım. Nişanlı vaxtı biraz taxdım, heç evlərindən sonra da taxmıram çünki qaşları düşür, gic-gic ora-bura yapışır qalır. Amma bir-iki dəfə olub ki, hə, taxmışam, getmişəm. Çünki evlilik təklifi olub. Yəni qoyun. Sən görmürsən burada əl-ələ, baş-başa belə bir çift oturub və onun yanında bir qız oturub. Utanmır indikilər, pasyak. əsəbləşmə. Həzi o kim idi, o qız? Sizin nikahınızdakı. Bizim tanış olmağımıza o qız səbəb olmuşdu bu arada. Şimdi profesyonel beceririm. Ben pisliğini görmemişim. Ben hakkına giremem. Qədir ağzının içinə girə, az qala. Az qala məni orada çırpa Qədiri apara evə, yəni o dərəcə. Aparabildin mi? Və Qədir də qayıdıb belə evi gedəndə belə elədi. Buna baxır, cəmaata belə baxır, elə baxır. Sevirlər də məni cəmaata. Karizmatikəm də mən. Səfil. Gidib əsəbləşdim ha. İndi gedəcəm yemək də sifariş vermədim. Nə qoyacağım yemək sifariş. Çox qəşəngdir. Kraliçe. İçində bir neçə dənə var da. Əsl belə yaz qoxusu deyil, meyvə belə. Sitrus fason Hə, bir bu şey. sitrus var bunun içində. Ha. Çox qəşəng. O biri də qəşəng çox idi. yaxşı idi, Mən amma acaba bu belə çox istəyirdim mən. Qəşəng. Yadımda Minnesota belə bir şey yoxlamışdıq. Ha, bir şey salmışdı. Pul verən Ayağım boşaldı, boşaldı. Hı. Hocam alsın. Onu da papacoksan sana bir mini pizza ver. Mini pitçayla doymaram ki. Ulan buna iyi bak. Bu 4 gün arada sonra Qədirlə bite Ziyanın scale, şəkilləri şaka mı? Böyük firi bay, firi də var. Ziyanın şəbiyi bak ayağına olmuş. Bu arada burada bizim evimizdir. Burada qabları yumuşam, çox da şey eləməyim. Bunlar bilmirəm, deyəsən 7-8 aydır bu qabın içindədirlər ha bu arada. Nə qabırsan sanki? Hə? Az hər ay deyirəm ki, salacam. Ya qab olmur, qab olanda axot Yazıq olmur, bu qabı axot ev olanda- bilir. Hə, bunu bu qabdan çıxardıb başqa yerə salsam, bəlkə də həyatda qalamayacaq. Deyəcək ki, mən evim oraydı, niyə saldım Amma mən? qapı çox sırtıq çıxdı. Hə, elə bu da çox sırtıqdır. Böyründən başından bala vermişdi. Deyib buradan bala verib görsən, baxın. Görünür, kamerada görünür. Bax burada. Balaca. Baxışa var başıma. Kökləndirdiyim bitkilərdən biri idi. Hələ bu əslində daha da böyük ola bilərdi. Prosto 2 dənə burada yavrusu var idi. Bu bax bir yer var da burada görsən. Çıxır burada təzəsi. Təzəsi çıxır. Bu əvvəl bir dənə yarpağı gedir, bir dənə yarpağı gələn kimi belə şeylərdən olacaq da. Əslində çoxdan o ölmüşdü. Bir tayı prosto çıxmadı nəsə, indi çıxıb təzə. Bir dənə də orxideyam var. 40 ildə orada bu nə budaq verir, nə bir şey verir. Ancaq yarpaq verir, kök verir. Yarpaq verir, kök verir. Bol havol yarpaqla kök verir.
Amma bir dənə budaq verməyib elə. Və çox maraqlıdır ki, mənim də orxideyalarım var idi. Məndə də təzə, elə ancaq gülü üstündə olanda almışdım. Ondan sonra gül getdi, vermədi. Anama verdim. 6-7 dəfə gül vermədi də mənə. Hə, anama verdim, anam da qəşəng. Az güldən də neçə dənə budaq çıxardı. Həqiqi. Anam da neçə dənə budaq çıxardı. Bir dənə orxideyam özümdə saxlamışam. Onda balası var deyə vermirəm də. Desə onu da yaxın zamanlarda aparacam. O da şeylə bala böyümür. Ya bu niyə böyüməsən axı? Böyüyür. Anan nə edir ki, xüsusi olaraq Heç nə edirəm. Dili pəncərənin altında qoyuram, lazım olanda suyu verirəm, altdan düşür. Ya mən buna aspirinli sular düzəldirəm, banan qabığı ilə silirəm, yarpaqlarını limon suyu ilə silirəm, darçınlı su ilə yarpaqlarını silirəm. Yox, sənin üçün yarpaqlar çox sərin şey görsənir. Səni daha sağlam görsənir. Bax burdan da bir dənə təzə bəbəs çıxıb, sizə də göstərim baxın. Deyə buradan da yavrusu. Hala bu ne yiyinlər? Çıxda da görə. İngilislərdə bir söz var. Green thumb. Yaşıl barmaq, baş barmaq. Bil sənin yaşıl belə əlin var da, nə əkirsənsə Tutur falan. tutur falan. Qadında o var yəni. Niyə çox gözəl şəkildə orxideyalar çox qəşəng açıq olmuşsun. Hə. Bir də deyirlər ki, orxideyanı qoyursan qaranlıq yerə, yəni getmirsən, baxmırsan, eləmirsən, bir həftə, 2 həftə falan suzat heç nə vermirsən. Yəni o özünü təhlükədə hiss eləyir, öləcəkmiş kimi hiss eləyir və həyatda qalmaq üçün son çabasını, son gücünü verib budaq falan çıxardır deyirlər. Həqiqi. Gedib evimdəkinə biraz işgəncə yollayacam. Deyir, hətta bir dənə qadın var, türk qadındır. Deyir ki, mən qoydum onu qapının ağzına, evdəki çöl qapının ağzına. Ona dedim ki, dəqiqə başa dedim ki, tullayacam sənə, budaq vermirsən, nə bilim, nə edir. Onda ağacları qorxudurdu yaz gələndə. Nə edirdi? Kəsəcəm səni, baltan götürüb gedirdi, kəsəcəm səni. Bizə elə edirlər də. Hə, qorxudurdu, mismardan vururdular da şeylərə. Bu arada biz Cəlalə ilə bir yerdə avokado da əkmişdik. Mənim avokadolarım yandı. Mənimki də Hamısı yandı. yandı. Və o bilirsən nədən imiş? Onu da araşdırdım. Onun dərmanı var. Həm meyvə verməsi üçündür, həm də böyüməsi üçündür ağacın. Ciddi, hamısı yandı. Basit təsəvvür edin ki, yarpaqlar bir-bir quruyurdu, belə qəribə şəkildə quruyurdu. Yarpaq çıxırdı, belə öz-özündən su da versən falan, qurudu. Sanki susuz qalır. Sanki susuz qalır, hə. Nə qədər onu düzəltməyə çalışdım. Mənim 4 dənə avokadomun şeyi öldü, yəni o özü o avokadolar asan da belə şey düzərən germination eləmədilər də, hə. Mənimki də bax apardım, biri buradaydı. Hələ də qaldı burada, torpağın içində ölmüş bir vəziyyətdə. Meyvini saxlayıb. Biz də keçən həftə təmizlədik. Necə gəldi? Ağzım. Cəlalə 7-24 ağızda. Mən həmişə acabam. Həyatımda gördüyüm ən çox yeyən insan özümə bir də gəlir. Amma həqiqətən çox yeyir ya yəni. Yəni nə bilim, indi mən birinci siniflərin müəlliməsiyəm, baxıram ki, ay Allah necə az yeyirlər. Yalvara yemək yedirsiniz. Mən yalvarmıram. Mən deyirəm ki, sən yeyəcəksən də, yəni belə qorxutup falan deyirəm. Mən deyirəm ki, yəni sənə lazımdır, yeyəcəksən. Onlar da sağ olsunlar, qulaq asırlar. Hə, şeydir, amma istəmirlər də. Bir insan niyə əti sevməsin? Ölürəm, ətin hər türlüsündən ürəyim gedir. Bir də şey falan, yoxsa hamısı. toyuq mu? Hə. Toyuq, mal, belə şey. Deyir, toyuğun bir dənə sinəsini bəyənmirəm çünki dadsız olur. Çox olur. Dadsız, hə. Amma belə ət deyəndə fərq yoxdur nə ət, hər şey bəyənir. Bu arada gəldi sifarişlərimiz, çox gec gəldi. Yəni deyiləndən bir 2 saata falan gəldi də o pişi belə. 2 saatdan da beçəcək. Özdə biz yəni uzaq bir yerdə yaşamırıq da, əslində mərkəzdə yaşayırıq. Normalda tez gəlməlidir və maşınla hardasa KFC bizə bir 5-10 dəqiqəlik məsafədədir. amma çox qəşəng setdir. Bəli. Əla 2 dənə setdir. burger var. Free, yamlıq frilərimiz. Bir də belə biteslər var. Hə, nəsə biz kameranı söndürüb bayağı qeybət eləmişik. McDonald's vəbşə məncə at çölə. McDonald's-ı heç sevmirəm. Mən də. Çıtır chicken da məncə əvvəl yaxşı idi, indi daha yaxşı deyil. Evlənəndən bəri çox sürətli yeməyə başlamışam. Mən də evlənəndən sonra sürətli yox, çox yeməyə başlamışam. Burada nemət var ya. Mən bu gün
Plasiyaya getmişəm. Günorta 1 saat, yarım 2 saat yermişəm. Axşamda burger yeyirəm. Mən də izlədim. Mən kalori defisiti yaratmışam bu gün əslində. Yabas çəksin. Yaratmışam. Bu arada burada çoxlu karbohidratdan çox şey var burada. Protein var. Turşu var bunun içində. Qızlar istədim belə də deyim, set çox gözəldir, çox bərəkətlidir. Həqiqətən qiyməti də çox uyğundur. KFC-dən belə bir şey heç gözləmirdim. 4 dənə burger var, belə toyuq parçaları var, 4 sos və kartoşka fri. Hamısı da çox yaxşı. Bir dənə biraz kartoşka frini bəyənmədim. Həqiqətən əladır, doyumludur. Düz 4 nəfərlik idi. 4 nəfərlik də bu arada normal yeyə bilərsiniz. Mən partlayana qədər yedim. Yerdə də yarısı qaldı. Evə də gətirdim. Qədirlə yedik. Çox bəyəndik. 32 manata falan olmalıdır. Hətta gedəndə özünüz gedib sifarişi götürürsünüzsə çox daha uyğundur. Gedin alın, aldırın. Arada yəni belə setlər olar. Hə, bu arada video bitir. Özünüzə yaxşı baxın. Sağ olun.